Herkese yeniden salam değerli dostlar. Oyundan əvvəlin daha bir bölümünde birlikteyik. Tabii ki de bu günləri siz həm də gün orta vaxtı görəcəksiniz ki, biz Çexoslovakiyanın analizlə danışırıq. Bu həftə Ararat Armeniya Cəlşəyə qarşı oynayacaq. Migelibi Slovan Bratislava yarışı var. UEFA Çempionlar Liqasında Ararat Armeniya Cəlşə. Burada play-off'lar gətirdiriblər artıq. Yox, mənə maraqlı gəldi. Akış. Celtic Lask gəlibmiş. Lask Avstriya. Məncə Celtic bunu alır. Lask. Burada da bərabərlik alır. Celtic Şampionlar Ligi'ne direkt gider. Celtic bunu açtılar. Ne diyor? Ertem Şener kimi. Direkt gider hocam. Evet. Ararat Armeniya görüşünde Slovenya, Ermənistan. Oğul sanki Ermənistan bu həftə qələbə qazan getmir. İnan ki, bu həftə qələbə qazan, biz də qələbə qazansaq gedək qabaq. Migelibi Slovan Bratislava. Migelibi uğurlar. Həqiqətən Migelibin qələbəsini çox istəyirəm. Slovakiya xalq qazanmasın. Xəbərşeva Servena Zvezda. Görüş maraqlı bir görüş olacaq. İsrail, Serbiya. Serbiya uğurlar. Servena Zvezda göstərir özü. Evet, zaten 7-8 dəqiqə qalacaq, problem deyil. Servena Zvezda uğurlar. İnşallah qələbə diləyilə. Levski Sofia Craiova. Evet, Radik Kayrat. Kayrat'a uğurlar alıyorum. Kayrat. Bilmirəm, bəs çətin olacaq. Kayratın qələbəsi. Ama inşallah olacaq. Əminəm. Evet, sabahları saat 8'den itibaren birlikteyik. Alınsa 8'de olmazsa da, yox 8'de olacaq, bax səssiz 8'de olanlar səssiz görüş olacaq. Sıradan davam edəcəyik səsli olaraq. Evet, Sparta Praha Lyon görüşünün qalibi Fenerbahçe ile olacaq. Serdar gözü büyük Niderlandlı bir hakim oyunu idarə edəcək. Ne diyeyim valla. Lyon'a uğurlar. Türkiye üçüncüsü Lyon'a uğurlar. Çek ya. Lyon'a uğurlar. Dinamo Zagreb, Kanal Zagris. Litvanya'ya uğurlar. Bence elə bildim ki Qarabağın oyununu da eləyib kəsən gəlir etmiş. Benfica Qarabağ. Bilmirəm. Dünya Kupasını idarə edib. Dünya Kupasının seçmələrindən bir oyun alıb sadəcə olaraq. Macaristan, Portuqaliya. Litvanya falan 2 tane. Evet. Kanal Zagris, Litvanya'ya uğurlar. İnşallah qələbə Litvanya üçün. Olympiakos Nice, Niderland, Yunanistan. Evet, çok güzel bir görüştü bu. Onu idare eden İspanyalı bir olacaq. Evet, Olympiakos uğurlar. Olympiakos'ta Türkiye futbolcusu var, yaşaman düşdüyüm. Görək, Zədəli isə buradadır. Sakatmış. Yusuf Yazıcı. 8 manı zədənib. Geri dönüş 2027'nin yanvarında. Heç nə Yusuf. Yenidən mənə uğurlar diləyək. Olympiakos Qarabağ çoxdur. Olympiakos'un hücumçular bərək bir. El-Qabı gəlsindən bizə yetim.
Və Union SG Bodø/Glimt var. Yəni dünən də dedim bu videoda. Öyle analizde demiştim daha. Bakarsın ona. Burada Türkiye'nin ne xeyirlənsə yəni o olsun. Qalanlar ne İberia var orada. Buradaki açıklama verilibsə görə bilərik. Verməyib. Durumda oturup playofflar göstermiyor. Yani İberia. Hocam İberia'ya uğurlar tabii ki de. Ama İberia'nın konferans ligasında ne yaparacağıq? Biz Şenokrovic Egnatya yollar. Əvvəli gündə bu arada şey de var. Konferans ligasının ilk oyunu Avrupa Dinamo City var. Evet, Dinamo City'de uğurlar. Böyle bu Qarabağdan sonra idarəlik baxıram. Şampiyonlar konferans liqası. Qəşəngsən. Gözəlsən. Zıt da yoxdur. Evet, inşallah Dinamo City'de qələbə qazanaq. Yeniden ölkə xallarına sizlərlə tanınaq. Şengel'den başlayarak. San Marino 2918 xal. US Montenegro'nun xal olmadığı üçün direkt Gürcüstana keçirəm. Gürcüstan 6125 xal tək təmsilçisi qalıb. Şimali İrlandiyanın 6250 xalla tək təmsilçisi var. Bu həftə Şimali İrlandiya qələbə qazanarsa əgər çətin görünür. Çünki Gürcüstan oynayacaqlar. Gürcüstan bu həftə 250 xal alsalar 6375 xalda olacaqlar. 6375. Evet. Bu arada Slovan neydi o? İberia konferans ligasına geçse 625 xal olacaq. Əgər şeyi uda bilsə. Buranı keçib bu seti keçsə. Ların setini keçib playoff uduzsa. Bir şey olacaq. Konferansın playoffuna düşəcəklər. Konferansın playoffunda isə Lincoln ilə oynayacaqlar ki, Lincoln ilindəki əminəm ki udacaqlar. Cəbəli Tarıq'a pas edəcəklər və əvəzində də Gürcüstan azı 2625 xal alacaqlar və 8750 xaldan keçəcəklər qabağa. 8750 ilə 43-cü sıraya gələ bilərlər. Evet, Cəbəli Tarıq Andorra bir təmsilçiləri var. 6707 xal Cəbəli Tarıqda, 6832 xalsa Andorrada var. Estoniyada isə 7041 xal var, 2 təmsilçi ilə var. Litvaniyanın 7875 xalı var, Belarusiyanın 8208 xalı var, Albaniyanın isə 8250 xalı var. Ümid edirəm ki, bu həftə Belarusiya xalca görə bilməsi inşallah. Şimali Makedoniya Şkendiya isə 8800 xaldadır, tək təmsilçisi qalıb, onu da uğurlar. Faradlar 2 təmsilçidən oynayıcılar 9625 xalı var, Moldovanın tək təmsilçisi var ki, Şerif 10250 xal Liechtenstein 10500, Qazaxıstan 12375, Finlandiya 12375, Letoniya 12875, Bosna Hersek 13218, Kosovo 13281. Litvaniyanı görəmədim axı. Evet, Litvaniya 7875 xallar uşaqlar. Litvaniya inşallah qələbə qazanır. Məsələn, qələbə qazansalar Belarusiyana paket edəcəyik. 500 xalına. 5 xalına 8375 alacaq, paket edəcəyik inşallah. Evet. Letonya 12875, Bosna Hersek 13218, Kosovo 13281. Ermənistan %100 bəlkə heç bir xal ola bilməyəcək hər iki klubda. İrlandiya 15843. İrlandiya çox şey oynayır. Bomba oynayır həqiqətən. Mən sizə deyirəm. Bomba həqiqətən oynayır. Burada Shamrock Rovers da qalıb. Shelburne var. Deristi duzub düşdü mü bilmirəm ki. Deristi duzub düşdü desin. Şatmaqdır da. Yox,
Evet. Bu artıq başqa sezona aiddir. 26, 27 yox. 27-28 mövsümünə aiddir bu. Shamrock öz Çempionlar Liqasının təsnifatlarında Patrick Bohemian konferansiyasını ne? Bu ilə gördük. Zesti Şalibulun Bohemian'da konferansiyasını yerlərini almışdı. Dereste daha çok UEFA Avrupa Ligası'nda değildi ki. Yoksa bana yine gelir. Şalibulun da konferansiyasında birbaşa başlangıç. Bohemian da birbaşa konferansdadır. Hatta Bohemian qalıb və Shamrock Rose qalıb. İki təmsilçi. Və Şalibulun. Dereste'nin çıxdı. İslandiya'nın iki təmsilçisi var. Ancaq İrlandiya dirəksə İslandiya'nın əlbəttə poçt edirlər. Çünki 3 tane təmsilçisi var. İslandiya ulusları 750 xal. 6000 və 6600 xal olacaq. Kəsdiyə İslandiyanı məhv edirlər. Serbiyanın 2 təmsilçisi var. 17250 xal var. Serbiya paytaxtı kəsəcək Rusiyanı. Bolqarıstan Slovakya dib-dibəli. Bolqarıstan mənətə xal alsa 3-də 3 pis çıxacaq. 750 xal. 750 xalla 20 min nəsə olacaq da. Slovakyada ki Mənim ki Bolqarıstandan bir dənə klub udacaq. Konferansda bir klublar udacaq. Azərbaycan vətənə xalq qazanmalı. ATF Sabah, Dinamo Kiyev, Qarabağ. ATF Sabahdan məncə Sabahdan bərabərlik gözləyirəm. 125 xal. Dinamo Kiyev, Qarabağ. Qarabağ mənə Dinamo Kiyevi udar. 250 xalımız var. Bəzi 375 xalından haradasa 500 keçərik, 21.500 keçirik. İsrail 22.125 xalı var. İsrail bu həftə heç nə xal qazanmasın inşallah. Avstraliya Vienna biri qarşılaşacaq. Bir dənə seçənlə qarşılaşır. Sirvena Zvezda ilə. Digərləri kimdən qarşılaşır yazmazdı. Tel Aviv CSKA Sofia ilə qarşılaşacaq. Biri kimdən qarşılaşır? Onu dursuz. Hayatım nəbzinin yanında beni Tel Aviv kimlə qarşılaşır? Kotova İslam. Of. Hepsi istədiyimiz səhvdir. Onlar xal olmasa biz xal alsaq aramızdakı xal vergini salacağıq. İsrailin neçə dənə klubu var şeydə. İsrail. Aha, 2 dənə klubu konferans liqasındadır. Ne? 2 klubu konferans liqasındadır. Məsələn hə? MTL Vinetə getdi ki Avrupa Liqasına. Beynim yandı. Ya Jerusalem'den yeni dəyişdilər. Sabah Krefin oyunu var 20.45'te. Baxaq. Evet. İsrail Ligası'nın ilk oyunu var. Yok. İsrail Ligası'nın ilk oyunu 23 Ağustos'taymış. Böyle. Her neyse. Gerilerine baxaq. İsrail'den sonra gerilerine. Evet, Ukrayna zaten bir dənə 250 xal alan bilməyəcək bu həftə. Yerində qalacaq. Sloveniyanın təklifçisi Cəlc olacaq. Sadəcə yemirəm ki, arada Armeniyanı məhv eləyəcək. Dajı arada Armeniya təklifini məhv eləyəcək.
Ermənistan xalqı nasıl var? 250 xal. Nəyimə lazımdır? 15.000 xal var 7000. Qazaxıstan. Qazaxıstandan bir dənə təmsilçi gəldi artıq konfransa. Yox, gəl bax. Evet, Xarabatan 3 təmsilçisi var, 23.481 xalı var. Sabah Avropa Liqasına düşənməyəcək dostlar. Birbaşa konfransa gedir. Çünki Benfica'nı udamaq sabah üçün çətin məsələdir. Rumun 24.375. Sonra şey var. Avstriya 24.750 xal, 650 xal, 650 xal. Və Şotlandiya 24.750 xal var. Yəni İsveçrə ki, Macaristan, İsveçrə, Kipr bizə aid deyil. Hadi Şotlandiya və Avstriyanı bəti vururuq. Şotlandiyanı bəti vururuq. Yuhu. Özünüzə yaxşı baxın, deyək, sağ olun.